Salam, hər vaxtınız xeyir olsun, hörmətli. Futbol azarkeşləri bugün Gol TV'də Affa U13 Ligası Şəfa Aksu City görüşünü sizlərə təqdim edirik. İnanırıq ki, hər iki komanda bugün gözəl futbolla yadda qalacaq. Hava da bir qədər günəşlidir. İnanırıq ki, bu komandalar üçün çətinlik yaratmayacaq. Eyni zamanda oyunun gedişində sizə təqdim etdiyimiz icmalda da komandaların heyətlərini sizə təqdim edirəm. Bizlərə qonaq komanda Aksu City göstərilib. Onların heyəti bu cüzdür. Qapıda bir Ayxan Məmmədzadə, 6 Həzi Almazzadə, 8 Sadiq Qələndərli, 10 Kapitan Qalib Ağayev, 22 Elcan Rəsulov, 25 Mir Mikail Seyidli, 77 Turan Yedgarlı, 90 Yusif Abdullazadə, 99 Müşfiq Abbaszadə. Komandanın baş məşqçisi Xəyal Quliyevdir. İndi isə Şəfa meydan sahibləri onlar bizlərə göstərilib. Qapıda 12 Məhəmməd Mahmudov, 2 Yusif Əliyev, 3 Ülvi Turabov, 7 Rəşid Həziyev, 8 Said Nəzərov komandanın kapitanıdır. 14 Həsən Həsənli, 17 Sadiq Aslanzadə, 5 Kənan Kərimli, 22 Ülvi Məhərrəmli. Baş məşqçi Anar Əbzarovdur. Hörmətli futbol azarkeşləri, digər oyuncuları da sizə təqdim edirəm. 1 Ziya Bayramov qapıcı Şəfanın heyətidir. 20 Ramal Allahverdiyev, 23 Hüseyin Lətifov, 9 Tuncay Məmmədli, 4 Əli, 11 Vüqar Əliyev. Bu Şəfanın ehtiyat oyuncular skamyası idi. Aksu City'də isə 15 Mahir Abdullayev, 11 Rəsul Məmmədli, 17 Yusif Məmmədov, 7 Fərhad Zeynalov, 20 Edilli Ceyhun, 88 Said Qaybov. Görüşü idarə edən hakimləri də sizə təqdim edirəm. İmran Məhərrəmov və Hidayət Feyzullayev. Onlara da bugünkü görüşdə uğurlar arzu edirik. Həsən əla bir ötürmə idi. İndi Şəfa futbolçuları Aksu City'nin qapısına yaxınlaşmağa çalışırdı, amma indi Aksu City sürətli Qalib Ağayev 2 rəqibinə keçdi. Çox sürətli Qalib Ağayev başını qaldırır içəriyə baxdı, amma özü zərbə indirmək qərarına gəlir. Top qapının üstündən keçir. Komandanın kapitanı eyni zamanda 10 nömrəli oyuncudur. İndi hal-hazırda da cərmə zərbəsindən topu oyuna daxil edəcək. Qapıya zərbə, topu qapının üstündən vurur. Qalib Ağayev 12 nömrə qapıcı Məhəmməd, yox 5 nömrə Kənan topu oyuna daxil edir. Hörmətli futbol azarkeşləri, qeyd edim ki, hər iki komandanın oyunu bu mövsüm Gol TV'də ilk dəfədir sizlərə təqdim olunur. İnanmaq istərdik ki, meydanda yeni futbolçularla tanış olacaq. Kənandan irəliyə doğru ötürmə, amma burada 45 nömrəli futbolçu qapıya zərbə. Daha bir təhlükəli zərbə izlədik. Kənan bu dəfə də o qapıdan zərbə ilə topu oyuna daxil etdi. Out. Hörmətli tamaşaçılar, qeyd edim ki, Gol TV'də bu oyundan əvvəl U11 liqasında daha bir oyun sizlərə təqdim olundu. Lazio və gəlin bu hücumu izləyək. İçəriyə doğru ötürmə, yox zərbə vurmaq alınmır. Həsəndən alınacağı hərəkətlər. Mir Mikail topu uzaqlaşdırmışdı. Və qapçı Mahmudov irəli çıxır. Həzli geri oynuyor. Qalib Ağayev. Artıq top ona düşərkən rəqibin 2 futbolçusu ondan top almağa çalışır, amma yox. Təhlükə alınmır. Həzi artıq cərbə meydançasındadır. Şəfa müdafiəçiləri bir qədər diqqətli olmalıdır. Outdan
45 nömrə Mir Mikail Qalib Ağayev. Onu meydanın istənilən nöqtəsində görürük. Nə tərz vəziyyət abi? Çox sağ Allah razı olsun. Əli Əliyev topu qarşılamışdı. Ramaldan ayaqla bir ötürüm, amma oyundan kənar vəziyyət qeydə alınır. Bu epizodda Müşfiq Abbaszadə topu oyuna daxil etməlidir. Ayhan üzrəsə gün düşür. Hal-hazırda görürük irəliyə doğru. Ötürmə Qalib Ağayev aşırma zərbə və topu qapının üstündən vurur. Görüş ərzində yaranmış ən real qol imkanı. Şəfanın qapısı ağzında yaşandı, amma Qalib Ağayev artıq neçənci dəfədir ki, amma ən təhlükəli zərbəsi bu olmuşdu, onu da etiraf etmək lazımdır. Amma bu Qalib Ağayevə qane etmir. Onun üz cizgilərindən də bunu görmək mümkündür. Əliyə doğru ötürmək Şəfa futbolçuları bəli topu meydana saxlamaq mümkündür. Tuncay içəriyə doğru ötürmə, qapıya zərbə vurmaq lazım idi, amma bir qədər hücum gecikir. İkinci dalğa ilə Şəfa futbolçuları bu dəfə də Aksu City topu uzaqlaşdırır. Elcan solla oynuyor. Ülvidən ötürmə Ramal qapıya baxdı, amma Ayhan onun üçün təhlükəli olmur. Beləliklə ilk hissə başa çatır, qısa fasilə ayrılır. Hörmətli futbol azarkeşlər, artıq ikinci hissə başladı. Görüntülər ikinci hissədəndir. Xatırladım ki, ilk hissədə qapılara qol vurulmadı, qolsuz bərabərlik davam edir. Cəlmə zərbəsi hakim epizoda çox yaxın idi. İlk hissədə Qalib Ağayevin bir neçə zərbəsini xatırlatmaq, birbaşa qapıya zərbə bəli dərhal top oyuna daxil edildi. Qalib sol cinaha doğru ötürmə yox idi oyundan, bəli, var idi əslində. Futbol azarkeşləri C qrupunda qərarlaşdı hər iki komanda və komandaların tutduğu mövqeyi isə təqdim edirəm. Qonşu pillələrdə qərarlaşan komandanın hər birinin 7 xalı var. Komandalar buna qədər 5 oyun keçirmişdilər. Hər ikisi 2 oyunu qələbə ilə başa vurub, bir oyunu isə heç-isə ilə bitirmişdi. Tuncay Məmmədli Şəfanın hücumuna başlaya bilər və qayda pozulur. Hakim isə bəli, qayda pozuntusunun çöldə olduğunu bildirir. Tuncaya qarşı çox kobud oyun var idi. Bir qədər də içəridə olsaydı daha təhlükəli, bəlkə də hesabın açılmağını da görə bilərdik. Cəlmə zərbəsindən 5 nömrə Kənan Kərimli top oyuna daxil edəcək. Ucuz qüvvətli zərbələri var. Hakimlə işarə gəlir. Kənan qapıya zərbə və top toru çöldən sirkələyir. Küncdən zərbə. Hakim bildirir ki, küncdən top oyuna daxil edilməlidir. Sonda Şəfa futbolçularına Aksu City futbolçularına deyən top meydanı tərk etmişdi. Həsən 14 nömrəli oyuncu künc zərbəsi ilə sol ayağı ilə top oyuna daxil edəcək. Bir qədər geriyə ötürmə, Ramal istiqamətinə ötürmə, qapıcı Ayhan. Komandalar qeyd etdiyim kimi 5-ci və 6-cı yerlərdə qərarlaşıblar. Birinci turda Şəfa Göztepe üzərində 2-1 hesablı qələbəyə sevilmişdi. Həmin turda Aksu City Baku Sportinglə 2-2 bərabərliyə yollanmışdı qapıcı Ziya Bayramlı. İkinci hissədə qapıcı dəyişikliyi baş verir Şəfanın heyətində. Onu da sizin diqqətinizə çatdırım. 12 nömrəli qapıcı Məhəmməd Mahmudov meydana tərk etdi. Onun yerinə isə Ziya Bayramlı oyuna daxil oldu. Yusif top oyuna daxil etməyə hazırlaşır. Oyunun gedişində hər hansısa oyuncunun ad soyadında səhvlik etdimsə buna görə
bütün izləyicilərdən üzr istəyirəm. O nömrə Qalib Ağayev qapıcını da keçdi, qapıcı irəli çıxmışdı. Top meydanı tərk edir. İkinci turda isə Şəfa Neftçiyə 0-5 hesabı ilə məğlub oldu. Həmin turda isə Aksu City istirahətə yollamışdı. Üçüncü turda Aksu City Xocalını 2-1 hesabla məğlub etdi. Şəfa isə Real Lyon'dan üstün oldu. 2-0. Daha sonra dördüncü turda komandalar Qalib Ağayev'in gəlin sollu oynuyor. Miri Mikail qapıya zərbə, qapıcı Ziya Bayramlı yaxşı oynayır, komandasını qoldan xilas edir. 45 nömrə Miri Mikail'in zərbəsini izlədik. İndi isə Qalib Ağayev cəlmə zərbəsindən topu oyuna daxil edəcək. Cəlmə zərbəsi və yenə də topun gerisində Qalib Ağayev. Bu da məsələ uzadı, qapıya zərbə, qapıcı Ziya bu cür reaksiya verir və komanda yoldaşlarından da üzr istəyir, çünki onun üzünə gün düşür. Belə hallarda nəinki 12-13 yaşlı qapıcılar, hətta daha güclü, daha təcrübəli qapıcılar belə bu cür epizodlarda qapılarında qol görə bilirlər. Amma burada hər şey Ziya üçün yaxşı qurtarmışdı. Daha bir cəlmə zərbəsini Kənan Kərimli yerinə yetirəcək. Şanan və Qalib Ağayev cəlmə zərbələrini Şəfadan və Aksu niyyətində yerinə yetirirlər. Görək bu dəfə Kənan çərçivəyə düşə biləcək mi? Artıq hakim də işarəsini verir. Daha bir zərbə bu dəfə bir qədər də təhlükəli alınır. Birinci top. İrəliyə doğru ötürmə izləyirik. Üçüncü turda isə, daha doğrusu dördüncü turda Aksu City Qartalları 6-0. Birinci top. Şəfa isə 1-3 hesabı ilə Modernə məğlub oldu. Daha sonra və 5-ci turda Aksu City Ulduza məğlub oldu. Şəfa isə Baku Sporting ilə qolsuz bərabərlikə razılaşmışdılar. Bu oyunda da hələ ki qolsuz bərabərlik var. Hər iki komanda aktivinə bir xalı yazacaq kimi görünür. Bəli, qayda pozulur. Bu dəfə də Qalib Ağayevə qarşı rəqib oyuncular təhlükəli oyunla yadda qaldılar. Cəlmə zərbəsini yəqin ki, bəli, artıq xəyal məhrim də bildirir ki, qapıya zərbəni qalib endirəcək. Neçəndə də gəlir? Artıq görüşün. Bəli, eşitdiniz. İkinci hissənin 28-ci dəqiqəsi oynanılır. Ümumi oyunun isə 58-ci, daha doğrusu artıq 59-cu dəqiqə davam edir. Qalib Ağayev sol ayağı ilə bu dəfə bir qədər də yaxından zərbə indirəcək. Artıq zərbəyə də icazə var. Qalib Ağayev zərbə, top canlı səthdə dəyərək oyuna qayıdır. Qalibdən daha bir zərbə, indi qapıcı topu və nələr baş verir top bu cür. Top bu cür qapıya daxil olur. Aksu City oyunculara görüşün. Sonuna bəli, yox, bir anlıq mənə də elə gəldi ki, amma bəli, burada oyundan kənar vəziyyətli bir şey də yox idi. Sadəcə ani bir çaşqınlıq baş verdi və qolun təkrarını bir daha izləyirik. Qalib Ağayev. Burada az öncə bəli, Ziya üzünə gün düşdüyünə görə topun qarşısına çətinliklə kəsmişdi, amma bu dəfə bəli, günə qarşı həm rəqibə qarşı mübarizə aparır Ziya, həm də bu dəqiqələrdə günə qarşı. Yəni vurulan bu qolda onu günahlandırmaq məncə doğru olmazdı. Amma son bir dəqiqə var. Görək Şəfa futbolçuları bərabərlik qolunu vura biləcək. Çalışırlar, top meydanı tərk edir. Hörmətli futbol azarkeşləri, görüş bitdi. Hər iki komandaya gözəl oyuna görə təşəkkür edirəm. Amma rubrikaya sadiq qalaraq hər komandadan bir nəfər oyunun ən yaxşısı seçirəm. Şəfa niyyətində bir nömrəli qapıcı Ziya Bayramlı, oyunun ulduzu isə yəqin ki, siz də mənimlə razılaşarsınız. Takip edin, yorum yazın, bir də like.
Öpürəm sizi. Çox sağ ol, təşəkkür edirəm Ayhan. Yox. Mən də sənə təşəkkür edirəm. Oyunun ulduzu isə artıq ekranlarda da Qalib Ağayev. Və beləliklə hörmətli futbol azarkeşləri Qalib Ağayev noyabr ayında təşkil olunacaq FIFA 2026 turnirinə vəsiqəni təmin edir. Sağ olun, gələn görüşlərə dək.